baxaq yaxın şərqə. Nə haldadır? Hamısı müsəlmanlardır. Səbəb nədir? Səbəb odur ki, Allahın ipindən tutulmuşlar. Yəni Mehdinin missiyası bugünkü gündə sırf parçalamaq deyil. Bəziləri deyir ki, Mehdi gəldi, Fələstini niyə düzəltmir məsələn. Mehdinin missiyası universaldır. Nəinki bu dünyada, bütün kainatda bizlər mövcuduq, bizim bədənlərimiz mövcuddur. Hədəf o kollektiv şuuru yenidən qaytarmaq və ilahi cəmiyyəti yaratmaq və o elə bir cəmiyyət ki, hər kəs başqalarının özündən önə qoyur. Düşün ki, Samirə xanım, fərz eləyək ki, mən deyirəm ki, ortada bir dənə keks var, fərz eləyək, bir dənədir və siz deyirsiniz ki, yox, Cəlal, siz yeyəcəksiniz, mən deyirəm, yox, siz yeyəcəksiniz. Bu format, tam bu formatda dedikdə, görün necə bir gözəl cəmiyyət olar. Bizdə təxminən bu əvvəllər bu cəmiyyətin ən az bir bənzərini sosializm sistemində müəyyən qədər görmüşdük. Tam da Mehdini etmək istədiyi bu deyil. Mehdini etmək istədiyi ən mükəmməl sistemdir ki, o sistemdə hər ədalət bərpa olunsun. Ədalət də bərabərlik deyil, hər şeyi olduğu yerinə qoymaqdır. Ola bilər bəzisinə